Abşeron rayonunun bir sıra bələdiyyə ərazilərində uzun müddətdir həllini tapmayan problemlər bugün artıq açıq təhlükə mənbəyinə çevrilib. Mövcud vəziyyət göstərir ki, əsas çətinliklər bir neçə istiqamətdə cəmlənir. Bölgə TV xəbər verir ki, rayonda məişət tullantıları vaxtında daşınmır. Nəticədə qeyri-qanuni zibilliklər yaranır. Sahil və boş ərazilər çirkləndirilir. Bu hal həm ətraf mühitə, həm də əhalinin sağlamlığına ciddi zərər vurur. Digər problem qanunsuz tikililərin artmasıdır. Yaşıllıq sahələrində aparılan tikintilər, sənədsiz və plansız evlər mövcud infrastruktura əlavə yük yaradır. Su, kanalizasiya və yol problemlərini dərinləşdirir. Eyni zamanda yaşıllaşdırma işləri zəif aparılır. Ağacların kəsilməsi halları müşahidə olunur. Yeni yaşıllıq zolaqları salınmır. Park və istirahət məkanlarının sayı kifayət etmir. Daha bir narahat edici məqam kanalizasiya və çirkab sularının açıq ərazilərə axıdılmasıdır. Bu isə torpağın və yeraltı suların çirklənməsinə, uzun müddətli ekoloji fəsadlara yol açır. Mövzu ilə bağlı geniş reportajımızda mövcud problemlər, faktlar və görüntülərdə ictimaiyyətə təqdim olunacaq. Rəna Rövşənqızı, Bölgə TV.